Vaxtınız xeyir, kanalıma xoş gəlmisiniz. Sizlərə ilk vlogumu təqdim edirəm. İlk vloqum isə yoldaşımla gedəcəyimiz ilk baş-başa səyahətimizin hazırlıq vloqu olacaq. Dünən yoldaşımın adı günü idi, 10 apreldə. Və 12-si inşallah uçuruq. Ondan əvvəl isə bugün, yəni 11-i hazırlaşırıq, artıq çıxacağıq, gedirik nənəsigilə uşaqları qoymağa ki, baş-başa gedək səyahətimizə. Və ona görə hazırlaşıram, hazırlıqları necə eləyirəm, necə hazırlaşacağım uşaqlarla, onları çəkəcəm. Əkizlərimiz və bir qızımız var. Onlarla birlikdə hazırlaşıram və gedirik bugün rayona. Sonra isə səhər tezdən çıxacağıq oradan da. İnşallah bəyənərsiniz vlogu. Bugün ərzində olan hər bir şeyi sizin üçün çəkəcəm. Getdik hazırlaşmağa. Başlayıram paltarları yığmağa. Birinci müəyyən eləmişdik ki, hansı paltarları biz aparacağıq. Onları ondan sonra şifonierdən seçirəm bir-bir. Az paltar aparacağıq, amma sərin olacağına görə birinci düşünürük ki, nə aparaq. Biraz qalın kofta falan da götürdük, çünki havanın necə olacağını bilmirik. Yağışlı olacağı gözlənilirdi. Bu arada hara gedəcəyimiz barədə növbəti vloqlarda mən sizə bu haqda da çəkəcəm. Çamadanları Sədərəkdən almışdıq və balaca boy çamadan seçmişdik. 10 kiloluq bagajımız olacaq. Bu çamadanları əvvəlcədən silmişəm, içini də çölünü də təmizləmişəm. İndi isə keçirəm paltarları yığmağa. Birinci paltarları necə yığım deyə düzü fikirləşirəm ki, hansı tərəfinə yığım bilmədim. Daha sonra isə qatdalayıb yığdım. Dəyişdim, birinci bir tərəfinə yığdım, sonra gördüm, yox, orada nəsə yaxşı alınmır, dəyişdim. Burada paltarları veşilkadan götürürəm, qatdalayıb qoyuram ki, səliqəli şəkildə qalsın. Veşilkada həm çox yer tutacaqdı, həm də ki, veşilka aparmaq olmayacaqdı. Ona görə səliqəli qatdalayıram ki, orada da ütü problemi çox da yaşamayaq. Düz bəzi ütülənməyən koftaları qoydum, çünki onsuz da əziləcək də çamadanda. Ona görə bir də onu ütüləmədim. Bəzilərini isə gördüm ki, yox, bu artıq olur. Ona görə yerinə qoydum. Sonra yadıma düşdü ki, yoldaşımın 2 koftası var, onları götürməmişəm. Şalvarı falan var. Onları da hamısını şifonierdən götürdüm. Hələ ki, şifonierin ağzını açıq qoymuşdum ki, nələri götürəcəmsə, hamısını götürüm, yığım çamadana. Daha sonra isə bağlayaram. Bu arada uşaqlar da mamanın yanındadır. Mən rahat həm çəkilişimi edeyim, həm də çamadanları rahat yığım deyə. Mama baxır onlara. Burada kofta hissəsindən də unutmuşdum oradakı koftaları götürməyə. Düzdür, götürdüm neçəsini, amma sonra isə bəzilərini geri qaytardım ki, artıq olar. Orada oteldə giyməyə də koftalar seçdim. Sonra belə gəzməyə getməyə də. Ondan sonra yadıma düşdü ki, ən yaxşısı birinci yola giyinəcəyimiz paltarları seçim, qoyum qırağa. Ondan sonra isə digərlərini qatdalayarım. Qatdalayıb qoyaram çamadana. Belə daha yaxşı olar. Biz rayona gedəcəyik birinci, çünki nənəsigilə qoyacaq uşaqları. Ona görə yola giyinəcəyimiz paltarları ayrı bir kulokda götürəcəm. Amma rayona da başqa paltar giyinəcəyik. Ona görə paltarları ayırdım. Koftaları falan da indi qatdalayıb hamısını bir çamadana yığıram. Mən ümumiyyətlə harasa gedəndə çox fikirləşirəm ki, nə götürüm, nə götürməyim. Dəqiq bilmirəm ki, məsələn, bunu götürərəm, birdən lazım olar və yaxud da götürmərəm. Yəni ehtiyacım olar ona. Ona görə belə biri qalındı, amma biri nazik köynəkdir. Əvvəldən proqnozu baxdıq, gördük yağışdı. Amma biz biletimizi çoxdan aldığımıza görə, yəni havanın necə olacağını dəqiq bilmirdik. Yaz ayında düşünmüşdük ki, mənim ad günümdə, noyabr ayında biz getmişdik Şəkiyə, onda ailəvi getmişdik, hamımız 5-imizdə. Amma bu dəfə tək baş-başa səyahət etmək istəyirdik. Yoldaşımın ad günündən sonraki günü seçdik ki, deməli istirahət günlərinə düşür də. Onun üçün elə seçdik. Sonra şalvarları falan hər şeyi də qatdalayıram, qoyuram. Mənim şalvarımdır bu. Çox şalvar götürmədim. Şalvarlar çox yer tutur. Əsas kofta falan götürdüm. Fərqli çəkiliş eləyəndə fərqli
geyimlərdən istifadə edeyim deyə. Əslində bugün işim çoxdur. Dünən yoldaşımın ad günü olduğuna görə dünən heç nə eləyə bilmədim. Valdizimgil də gəlmişdilər ad gününə. Yüngülvari ad gününü qeyd elədik, amma əsas gedirik, səfərdə qeyd eləyəcəyik, səyahətdə qeyd eləyəcəyik. Bunları da qatdalayıram hər bir şeyi və yığıram çamadana. Çamadanları hələ ki necə yığım dəqiq bilmirəm. Bayaq da dediyim kimi. Sonra belə yığmağa qərar verdim, amma sonra yenidən dəyişdim və içindən bəzi paltalar da götürdüm. Gördüm ki, nəsə artıq olar birdən. Deməli çimizdirdim üçünü də. Əkizlər də çimdilər. Və dincləyənlər hazırlaşıblar. İndi mən də gedirəm hazırlaşmağa. Çamadanlarımız hazırdır. Gedək hazırlaşaq. Yoldaşım yoldadır. Ay can. Papaq əlbəttə ki saxlamırlar başlandı. Qızımın da saçlarını indi fenləyəcəm. Gəl bura. Bugün Renat ilk addımlarını attı. Gəl. Renat gəl. Baxın belə hazırlaşırdıq. Mən yığırdım, gəlirdilər, tökürdülər və mən yenidən yığırdım. Belə hazırlaşdıq. Uşaqların paltarlarını da yığmışam. Deyən baxım məhsullarımı yığacağam. Baxım məhsullarımı yığmaq ən sona qaldı. Hər bir işi gördüm. Bir dənə bunları yığmağım qalmışdı. Onun haqqında ətraflı video çəkdim. Amma o videonu burada yox. Öz Instagram səhifəmdə paylaşacağım. Kimsə istəsə bioda linki var. Instagram səhifəyə daxil ola bilərsiniz. Orada gündəlik storylərdə paylaşıram. Belə hər bir məhsulu yığdım. İnana bilirsiniz, bu deməli kosmetik çantanı, o yuyula biləni 1 manata almışam mən cəmi. Daha sonra dərmanlarımı da qoydum. Belə kiçik bir qutu var idi məndə. Dərmanları oraya qoydum. Daraq, adapter, açki, hər bir şey götürdüm. O mini dəstini də içini doldurdum. Evdəki hazırlıqlar nəhayət ki bitdi və çıxmışıq yola. İndi mağazində dayanmışıq yolda. Gedək rayona çataq. Oradan da çəkəcəm sizin üçün vlogumuzu tamamlayacağıq. Renat, bura bax. Gəldik qaynanamgilə çıxdıq. Bugün də qaynanamgilə yoldaşımın ad gününü qeyd edirik. O belə süfrə düzəldib. Biz də oturduq, yedik. Əkizlərdə gördüyünüz kimi orada oturub oynayırlar. Bu vlogumuz burada tamamlanır. Bu günümüz burada tamamlanır. Səhər hazırlaşıb yola çıxacağıq, hara gedəcəyik və növbəti gün haqqında olan vloqlar isə səhifəmdə olacaq. İzləmədə qalın hələlik.